özlərini ortalığa qoya bilməyən, yəni iç daxilindəki gücü, potensialını ortalığa qoya bilməyən xanımlar da özləri üçün öz bir ailələrindənmi deyim, övladlarındanmı deyim, bəlkə də onların övladları onları ən güclü ana görür. Məsələn, onlar axı belə düşünmürlər. Məsələn, deyək ki, evdar bir qadın götürək və yaxud da ki, cəmiyyət tərəfindən qoyulan baxış tərəfindən də, yəni mən bunu öz fikrim olaraq Bəli. Yəni o falan kəs işləyir, mən işləmirəm. Məsələn, yəni sanki o işləmək bir gücdür, bir kəşf nəsə olacaq da və yaxud nəsə biznes yaratmaq, nəsə də, yəni hətta sanki orada bir güc var. Amma o güclü sayılan qadınlar isə əksini istəyirlər. Bəli, həqiqətən yerlərini dəyişmək istəyirlər. Həzər güclü. Həqiqətən. Yəni ona görə biraz o məsələyə çox belə, yəni məncə söz özü elə deyil. Məsələn, ingilis dilində bu yenə biraz məsələn strong ümumiyyətlə uyğun gəlmir bu mövzuya, halbuki o da güclü deməkdir. Powerful biraz ola bilər, amma yenə də bir də burada fiziki güc məsələsi də var. Siz indi məsələn doğuşla bağlı bunu qeyd elədiniz. Məsələn qadınlar var ki, idmanda çox inkişaf edir, həqiqətən güclü hesab edir. Bu bəlkə güclü əzələ bu məntiqə uyğundur da ki, yəni adam işləyir, ölçülə bilən bir şeydir ki, yəni ki, güclü qadındır və yaxud da ki, hansısa bir sahə üzrə ekspertdir, mütəxəssisdir və güclü bilikləri var bu sahədə. Bu sahədə yəni çox bir şeylər edə bilər. Yəni qadını güclü və gücsüz ayırmaq çox haqsızlıqdır məncə. Hər ikisinə qarşı. Çünki güclü olanlar artıq güclü yox, xoşbəxt olmaq istəyirlər. Gücsüz olanlar da o gücə sahib olmaq istəyirlər. Sanki onda o xoşbəxtliyə çatacaqlar. Dünənləri məsələn, anam mənə danışır, anam mənə deyir ki, sən güclüsən. Gülər, sən güclüsən. Pəs etmə, mübarizə var. Anama deyim ki, stop. Mən bəzən pəs etmək istəyirəm, yatmaq istəyirəm, özümü dinləmək istəyirəm, bəzən gücsüz olmaq istəyirəm. Orada bir mübarizə varsa, kimsə qalib gələcək, kimsə uduzacaqlar, onda güc tələb olunur da, düzdür? Həqiqətən. Gücü yarışmasında və s. kim daha güclü? İdmanda da bu belədir. Amma yəni qadın güclü olub kimi məğlub eləyəcək? Yəni o qalibiyyət ona nə qazandıracaq? Siz mənə də bir şəkil açılıyor burada. Əslində instinkt olaraq baxsaq, instinkt olaraq hər bir instinktin bir mənası var. Bəzən heyvanlarda da, təbiətdə, bəzən güclü olmaq, mübarizə aparmaq, həyatda sağlammaq ehtiyacıdır. Bəzən yatmaq, həyatda qalmaq ehtiyacıdır. Bəzən oynaşmaq, bəzən nə bilim, ümumiyyətlə donmaq, həyatda qalmaq üçün bir instinktdir. Və bizdə qadın təbiəti, kişi təbiəti fərqi yoxdur. Bəzən o fiziki güc bizə lazımdır ki, həqiqətən o gücümüzü göstərək, yəni sağ qaldın. Bəzən elə özünə vaxt ayırıb yatmaq belə güc əlamətidir ki, yerdə zayət qıyılmaq özünə yer verdi, özünə vaxt ayırdı, özünə yer verdi. Deyim, hamısının sanki o təbiət kimidir. Necə biz qışda özümüzü bir cür hiss edirik, yayda bir cür hiss edirik. Onda deyək ki, qışda ağaclar gücsüzdür. Yox, onların da o ehtiyacı var. Amma yaydakı ağacların budağını belə qırmaq çətin olur. Çünki orada qan damar sistemi işləyir deyə çətindir. Amma qışda zəifdir, deyilmi? Amma o zəifliyi başqa şeyə xidmət edir. Ki, vaxtı gələndə güclü olsun, vaxtı gələndə zəif olsun. Yəni normaldır. Hər bir güclü, gücsüz qadın deyə bir şey yoxdur. Hər bir qadınımız həm güclüdür, həm gücsüzdür. Biz bunu gücsüz olanda da biz bunu qəbul etməliyik, o halımızı sevməliyik. Güclü olanda da, yəni bu demək deyil ki, gülərsən, güclüsən, gülmərsən, səbirləsən, güclüsən, yox. Bizim də zəif nöqtələrimiz var, hər bir qadının zəif nöqtəsi var. Mənə görə qadının gücü onun daxilindəki sakitliyidir. Fırtınalar qopanda özünü, ailəsinin, övladlarının toparlamaqdır. Olduğu yerdə qalmaqdır. Yəni sizin vurguladığınız kimi anda qalmaqdır. Anda qalıb öz daxilindəki gücü və gücsüzlüyünü də bilməlidir. Yəni bu normal bir şeydir. Və Gülər, elə sözünə qüvvət onu demək istəyərdim ki, baxın, elə üç qadınıq da və hərəmizin də üç fərqli hekayəmiz var. Və necə elə adi o həmin mesaj, güclü-gücsüzlük mesajı belə hər üçümüzün öz hekayəsindən doğan bir baxışı var. Bəzən ola bilər ki, bizi dinləyib özünüzdə nə isə kəşf edəsiniz. Onda da yenə müqayisə etməyə ehtiyac yoxdur. Elə bizim özümüzə edəcəyimiz ən böyük zərər bir-birimizi müqayisə etməkdir. Bizim niyyətimiz, məqsədimiz işıq olmaqdır. Ki, özündəki o güc, sənin güc anlayışın nədirsə, ona hörmət elə. Yəni, bəzən bu ola bilər həqiqətən hər şeyi ignor eləyib,
donmaq, bu özü də güclü ki, sağ qalmaya ehtiyacım var. Məsələn, indi başlayanda nə dedik də ki, yəni bu başqa podkastlar kimi nəzəriyyə yox. Məsələn, güclü qadın olmağın 5 sirri, qızıl qaydası, güclü qadın olmaq üçün nə etmək. Yəni elə bir şey yoxdur. Yəni güclü qadın, gücsüz qadın deyə bir şey yoxdur. Hər kəsin öz bu inancı var və hər kəsin öz ailəsində qadınların hekayəsi var ki, o da ötürülübdür. Sağ qalmaq üçün elə ötürülmüş bir inanclardır. Sadəcə kiminsə ailəsində, nəslində gücsüz qadınlar, cəmiyyət tərəfindən gücsüz qəbul olunmuş qadınlar varsa, həmin qadın bilməlidir ki, onun güclü tərəfi də var. Hər zaman özünü gücsüz deyə tanımlamasın və yaxud da ki, əksinə güclü, uğurlu olmaq, güclü olmaq, sanki kimlərsə tərəfindən qoyulmuş bir qayda gəlib o qəliblərə sığmağa ehtiyac yoxdur. Hər birimiz individualıq və bəzən sadəcə həll yolu bunu deyək, ya buna gəlmək lazımdır ki, sevilmək üçün necəsə olmağa gərək yoxdur. Yəni elə olduğun kimi necəsənsə, necə hiss edirsənsə, o cür də sevilə bilərsən və heç kəs səni dışlamayacaq. Əslində güclü olmaq özünü sevdirməyin manipulyasiyalarından biridir. Və özünü sübut etmək. Özünü sübut etmək və güc anlayışlarında deyək ki, liderlik məsələsidir, həmin bayaq mübarizə dedik, dözümlülük, səbirli məsələ dözübdür. Tutaq ki, ailədə nə bilim xəyanətlərə, məsəl üçün falan səbirli olub, dözübdür, güclü qadındır və yaxud 2 uşağını tək böyüdübdür, güclü qadın. Yoxdur belə bir şey, belə bir qəlib yoxdur. Hər kəsin öz hekayəsi var. Bu da bizim hekayəmizdir ki, biz həm güclüyük, həm gücsüzlük. Mənim güclü olduğum tərəflərim var. Ya hansısa mövzularda mən deyə bilərəm ki, mən bu haqda mübarizə edərəm, gücümü göstərərəm, amma elə mövzular var ki, mən özümü ən gücsüz, ən bilgisiz, ən zəif tərəfindən görürəm, qəbul edirəm və bu da çox qəbul edirsən. Bu da çox normaldır və sübut etmək, özünü sübut etmək və yaxud bunu kiməsə göstərmək, hər bir mövzuda güclü olma çabası o ehtiyacı duymamaqdır. Və o zaman artıq qadın obyekt deyil də subyektə çevrilə bilir. Yəni artıq kimlərinsə arzusunu, tələblərini ötmə deyil də özü nə istəyir, özü necə hiss edir və öz duyğu durumu və olduğu şərait hansı tərəfini üzə çıxartmağa imkan verirsə, onu çıxardır. Nə gözəl. Biz olduğumuz kimi özümüzü əsas qəbul etməyimizdir. Bax, Səbinə, sənin də qızın var, mənim də, Günər xanım da, biz üçümüz də anayıq, hər birimizin qızımız var, bizim ikimizin qızlarımız yaşıddır. Sən qızın balacadır. Mən çox maraqlıdır, həqiqətən sən danışdıqca düşünürəm ki, məsələn, Şəmsə nə indidən deyirsən, böyüyəndə güclü ol, ili zəif ol, onunla söhbət edəndə bu qadın kimi, bir ana kimi ona necə dəstək olursan, gələcəyinə, düzdür, 8 yaşı var, heç də balaca deyil. İndiki uşaqlarımız daha bizə baxanda daha dünya görüşləri artıqdır. Necə söhbət edirsən Şəmsə? Məncə uşaqlara deməyə gərək yoxdur. Çünki uşaqlar söz ilə öyrənmirlər, görərək öyrənirlər. Yəni və anadan, nənədən öyrənirlər. Yəni nəyi görürlərsə nümunə olaraq. Və ona görə məsələn mən o ehtiyacı duymamışam ki, deyim ki, güclü ol, gücsüz ol. Əksinə, yəni özümün gücsüz olduğum halları göstərməyə çalışmışam ki, yəni məsələn mən indi belə gücsüz hiss edirəm və bu normaldır və yaxud o gücsüz hiss edəndə bu normaldır. Yəni belə aşılamağa çalışmışam. Yaşadığı hər bir şey, yaşadığımız hər bir şey normaldır. Hə, yəni ki, ağlamağını da görsün, gülməyini də görsün. Yəni məsələn ağlamağı normalda bizə necə öyrədirib də, yəni ağlama, zəifsən, sən bəyəm, yəni niyə ağlayırsan falan və yaxud hansısa bir uğuru əldə eləməyəndə falan kəs sənin güclüdür, ən böyük müqayisə məsələsi də uşaqlığımızın ən böyük o neqativ travma hekayələri olan müqayisə məsələsi. Amma onu müqayisə etməmək ki, yəni o güclüdür, sən zəifsən. O da individualdır, o da özünə görə güclü tərəfi var, gücsüzü və hər biri normaldır. Sadəcə bunu yəni ehtiyac olarsa demək, amma daha çox amma hərəkətlərimizlə ona da, yəni çox doğru. Yəni hərəkətlərimizlə kədərli olanda Şəms bilir ki, məsələn anası kədərlidir. Xoşbəxt olanda Şəms bilir anası xoşbəxt. Məsələn çizgisini yolun özü çizir. Məni narahat edən bəzən o olubdur ki, o məni kənardan güclü kimi görmüş ola bilər daha çox. Yəni o işin dalınca qaç, bunu elə, bunu elə, bunu elə. O onda vasitəsən yarada bilər ki, anam güclüdür. Amma yəni mən belə bir şeyi istəmərəm ki, bu duyğunu ona ötürüm. Çünki biz hər halımız normaldır. Yəni. O da bəzən evdə uzaq
heç nə pragmatizmə, analiz etmə, şəmsə səni oturduğu kimi, yəni özə rahat, relaks, bəzən də kədərli qoşarsan, hər tərəfli görsün səni. Mən bir əlavə etmək istəyərdim Səbinənin sözünə. Mən də evdə 2 dənə qız böyüyür, 2 qadın böyüyür. Və mən bir ara bir yük hiss elədim özümdə. Ətrafımdakı qadınların mənə nümunəvi ana kimi baxışı. Sanki mənim evdə böyüyən qadınım digər qadınların evdə böyütdüyü qadından daha güclü və yaxud da ki, mən onlara daha doğru mesaj ötürürəm. Və məndən məsləhətlər almağa çalışırlar. Gülnaz xanım, siz qızınızla filan şeyi nə cür edirsiniz, filan şeyi nə cür edirsiniz? Bu məndə bir sanki bir yük kimi olmağa çalışırdı ki, yəni mən nümunəvi mi anayam və yaxud olmalıyam. Sonra onu dərk elədim ki, və bu mənə o qədər çox rahatlıq gətirdi. Əslində hər bir ana öz övladı üçün ideal anadır. Öz olduğu yerində, həqiqətən. Burada müqayisəyə və yaxud da ki, kimsə kimdənsə daha da yaxşı anadır deyə bir şey yoxdur. İkincisi də Səbinənin sözündə qüvvət. Güc nədir? Öyrətmə ehtiyacı yoxdur. Həqiqətən uşaq baxır analar, qızlarım da mənim gələcəyin anaları kimi görürəm onları, qadınları kimi. Onlar baxır analarına və onlar necə ki körpə heyvanlar öz analarının ovlama nədir, sağ qalma nədir öyrənirlər. Onlar da bizə baxırlar, bizim hərəkətlərimizdən öyrənirlər. Və bəli, bir vaxt gəlib çatacaq ki, o mənim yaşıma gəlib çatanda məndən öyrəndiyi sağ qalma, həyatda sağ qalma nədirsə onları qaydalar götürəcək və özün üstünə öz təcrübələrini əlavə edəcək. Və mənim məsuliyyətim əslində onların gələcəyini təmin etmək deyil, yox. Onlara sağ qalmaq, ümumiyyətlə sağ qalmaq sözü biraz neqativ səslənə bilər, amma o çox normal bir instinktdir. Çünki sağ qalma instinktimiz bizi bu günə gəlib çıxardı, deyilmi? Bir irq kimi, irq deyirlər. Sağ qalmaq var olmaq, insandır. Bizim sağ qalmaq var olmaq. Bəli, bəli. Və qızlarıma da həmişə onu heç artıq çalışmıram nəsə göstərməyə. Sadəcə olduğum kimi, yəni bəzən ana çox hirslidir. Bu da normaldır. Bəzən ana heç kimi görmək istəmir, bəzən ana çox dadlı yeməklər bişirir, bəzən deyir ki, nə sifariş edim sizə, tək ki, qarnınız tox olsun, nə kartoşka qızartması da verir. Və bu da okeydir, bu normaldır. Yəni, mən də bəzən olur ki, yəni bu cür kənardan sanki Gülnar xanım bunu etməz kimi bir şeylər düşünürlər. Yox, çox da normaldır. Evin içərisində, sənin öz yuvanın içərisində sənin öz sağ qalma qaydaların var və bu da ən ideal öz övladına ötürə biləcəyin mesajdır ki, bir gün böyüyəcək, üstünə öz təcrübələrini əlavə edəcək, belə-belə nəsildən nəsilə ötürüləcək. Yenə də olduğumuz kimi, necə varıq, olduğumuz kimi bizim qızlarımızı bizi elə görməlidir. Mənim də qızım, mən də həssas bir ana olaraq, çox öncələr çox həssas ana idim, amma onun üzərində işlədim ki, çünki gördüm ki, qızım da daha çox həssas olur, amma indi hiss edirəm ki, qızım mənə baxır və mən artıq ona baxanda balaca Güləri görürəm, həqiqətən, o yaşlarımı görürəm və mən də olduğun kimi, şura, necə varsan eləsən, okey, rahat ol, özün kimi qal, siz çox doğru vurğuladınız. Bugün yemək pişirirəmsə, əgər digər gün İstəmirəmsə, uşaqlara nəsə sifariş edək, mən yorulmuşam və yaxud da mən divanda uzanıram, uşaqlarım da onu çox gözəl, qızım da onu çox gözəl anlayışla qəbul edir. Həqiqətən, əsas önəmli olduğumuz kimi. Mən bir şey əlavə eləmək istəyirəm ki, çünki indi sən sual verəndə ki, Şəmsdən məsələn güc anlayışının necə ötürülməsinə bağlıdır. Məncə bu daha çox elə bil ki, gənclər arasında bu ayrı seçkilik daha çox elə olur. Yəni ana ilə qızı arasında bəlkə çox da bu sezilmir. Məsələn, mənim oğlum da var və o güc anlayışı oğlan və qız arasında, yəni məsələn o daha güclüdür. Hə, yəni axı o da bizim cəmiyyətdə olan bir inanclardandır ki, yəni bizim cəmiyyətdə ümumiyyətlə də, yəni ki, oğlandırsa daha güclüdür, o səni sanki daha əzişdirə bilər, vura bilər, o vursa daha çox incidə bilər səni. Bu şeylər əslində oğlana da bir mesaj ötürür ki, kişi olaraq qadının üzərində gücünü sınaya bilər. Qadın da məsələn kişi tərəfindən şiddətə məruz qala bilər. Bunun normallaşdırılmasını gətirib çıxarda bilər də. Mən bir mübarizədən gedirsə söhbət, mübarizə daha çox kişi-qadın arasındadır da. Yəni necə ki, indi patriarxal cəmiyyətdə kişiyə verilən yer və sonra qadının o yeri tutmaq üçün mübarizələri və s. bu güc anlayışını burada ortaya çıxardır da ki, kim güclüdür, kim gücsüzdür. Məsələn, bunu daha çox müşahidə eləmişəm və yaxud da ki, uşaqların sinif yoldaşları arasında, məsələn, qız, oğlan, yəni cinslər arasında bu daha
bəlirgin şəkildə özünü göstərir. Nəinki məsələn, çünki onsuz da biz anayıqsa, zaten bir orada statusumuzda bir güc var. Avtoritet olaraq da uşağın gözündə. Amma siblingdə, yəni bacı qardaş, eyni yaşıd, sinif yoldaşı və s. və müxtəlif cinslər. Məsələn, bunu daha çox düşünmək olar ki, bu halda biz güc anlayışını necə ötürürük və yaxud necə göstəririk öz hekayələrimizdən irəli çıxaraq. Hər bir qadın həm güclüdür, həm gücsüzdür. Bunu qəbul etsinlər, özlərini sevsinlər və ətrafdakı qadınlara hər zaman təbəssüm etsinlər, bir-birlərini qucaqlasınlar. Necə mən Girən Gözəl xanımla qucaqlaşıram. Müraciət edib demək istəyirəm ki, bu hekayələri dinləyəndə qətiyyən müqayisə etməyin özünüzü, qətiyyən qınaq nöqtələri axtarmayın özünüzdə. Dinləyin, dəstək olaq bir-birimizə, bir-birimizi eşidək. Ən birincidə ən yaxınınızda olan qadınları dəstəkləyin, qucaqlayın və Hüseyn Cavidin bir sözü var. Qadın gülərsə, bütün bəşəriyyət gülər.